Bir-birimizi təkrarlayırıq. Fikir vermişsiniz, axır vaxtlar nə zövqsüz olub hər şey. Şeirlərimiz bir-birini təkrarlayır. Musiqilərimiz, ilahilərimiz kimisə təqlid eləməkdir. Məscidlərdəki tərtibata bax, hamısı bir-birini təkrarlayır. Heç düşünmək istəmir. Hətta sosial şəbəkələrdəki statuslarımızda, hətta danışığımızda verilişə gedir, deyir, təşəkkür edirəm, məni aktual mövzuya filana dəvət eləmişsiniz. Hər şey standart, hamının ağzına baxır, hamının əlinə baxır, o necə eləyir, mən də elə eləyim. Və bu çoxalır, hara gedir, bilinmir. Minbərə çıxır, 20 dənə ruhaninin çıxışına bax, bir-birinə oxşardı hamısı. Bir-birini təkrarlamaqda hamısı. Hətta bir tərzdə də hamısı. Xüsusi bir tərz yaranıb. Öyrənmək başqa, təcrübə başqadır, amma ağıl süzgəcindən keçib qəbul elə. Fərqlənmək bunun üçün olmasın, sırf fərqlənmək üçün fərqlənim. Mən sizə bir dənə söz deyim, bunu keçmişdə də demişəm. Başqasının dediyi düz sözü qəbul etməkdən daha önəmli, özün düşünüb o düz nəticəyə gəlməkdir. Daha mühüm budur. Bax, biz neçə dənə həqiqətlər bilirik. Deyir, filan şey filandır, filan şey filandır. Önəmlisi o həqiqətləri bilmək deyil. Önəmlisi budur ki, buna bizə kimsə deyib bunu bizə, yoxsa özümüz bu nəticəyə gəlmişik. Həqiqəti əldə eləməkdən çox proses önəmlidir. O həqiqətlər ki, özümüz düşünüb tapmışıq, onların dəyəri başqasının bizə dediyindən daha çoxdur, daha önəmlidir.